icazənizlə dükkanınızı. Buyur. Hörmətli tədbir iştirakçıları, bugün hamımız Elmar balamızın və Kənan balamızın il dönümünə yerləşmişik. Allahdan arzu edirəm ki, bu şəhid anaları daim var olsun. Əziz şəhid analar, başınızı dik tutun. Biz hamımız dünyamızı dəyişəcəyik, amma tez bir zamanda unudulacağıq. Amma bizim millət durduqca, xalqımız durduqca bu şəhidlərimiz yaşayacaqlar. Ona görə də həmişə başınızı dik tutun. Hörmətli tədbir iştirakçıları, bu oğlanlarımız tarix yazdı. Tarix yazdı, işğaldan azad elədi torpaqlarımızı ki, biz başımızı dik tutaq. Bizim vicdanımızı, qeyrətimizi, torpağımızı tapdaqdan xilas elədilər. Möhnətdən, düşmən möhnətindən, düşmənin təhqirindən xilas elədilər. Dünya siyasətçiləri, bizim özümüzün dünya siyasətçiləri deyir ki, dünya tədbirlərinə gedəndə başımızı dik tuta bilmirdik. Çünki hamı kənardan baxırdı ki, torpağı tapdaqda qalan millətdir bunlar. Vicdanı, namusu, qeyrəti